Salam uşaqlar, hər vaxtınız xeyir. Bugün dim toplusuna, alqoritm mövzusuna baxaq. Demək, alqoritmdə başlayaq suallara bir-bir baxmağa. Qələmi seçək. Aha, birinci suala baxın uşaqlar. Deyir ki, alqoritmin xassələri, yəni xassələrinə uyğun seçməliyik. Ümumiyyətlə, alqoritmin hansı xassələri var? Diskretlik, müəyyənlik, nəticəvilik və kütləvilik. Sadəcə burada kütləvilik yazmayıb var. Demək, bir də diskretlik nədir? Diskretlik hər bir addımı ayrı-ayrı sadə addımlardan ibarət olmalıdır. Yəni, bir addım bitdi, növbəti addıma keçməliyik. Burada bir də B variantıdır. Müəyyənlik. Müəyyənlik xassəsi hər bir addım dəqiq və bir mənalı, müəyyən olmalıdır. 2C. Nəticəvilikdə isə sonda yəni bir nəticə olmalıdır. Alqoritmin sonlu sayda addımlardan sonra bitməlidir. Burada E variantıdır cavab. D variantı, daha doğrusu çalışdım D variantı. Y bərabərdir. Bu funksiyasının qiymətini hesablanması alqoritmi baxın, 6 vuraq x üstü 4-dür. Ona görə də burada x üstü 4 olduğuna görə xətt alqoritmdir. Alqoritmin hansı növü verilmiş blok sxemdə təsvir olunmuşdur? Hansı növü? Baxın, belə deyim. Görürsünüz burada xətti. Yuxarı qalxır təkrar. Təkrarçılıq varsa, əgər yuxarı qalxıb yenidən davam ediriksə, bu B variantı, dövr alqoritmidir. Alqoritmi müəyyən edin. Yəni, daha doğrusu uyğunluğu müəyyən edin. Xətt alqoritmi, budaqlanan alqoritm, dövr alqoritmi. Bu alqoritmin növləridir və bu növlərə uyğun hansı variantlar uyğun gəlir. 4-cü sualda baxaq. Demək, 1-ə, yəni xətti alqoritm demişik, xətti alqoritmdə heç bir şərtdən istifadə olunmur. Misal, bir xətt boyunca davam edir. 2 ədədin hasili. Baxın, A vuraq B. Bu xətt alqoritmi, yəni heç bir şərtdən istifadə eləmirik. Düzbucaqlının sayəsinin hesablanması. Xətt alqoritmdir, heç bir şərtdən istifadə etmirik. Bir də C və D-dir. Sonra, ikinci sual, budaqlanan alqoritm, yəni mütləq ki, şərt olmalıdır. 2 kökdən, baxın, kvadrat tənliyin, diskriminantın həll alqoritmi. 2 kökdən birini seçirik, yəni şərt var. 2 də A variantı. Sonra, 2 də A variantı. 3-ə baxaq. Dövr alqoritm təkrarçılıq. Yəni, 300 ədədin ən kiçiyinin tapılması dövr alqoritmidir. 4-cü sualda cavab ümumilikdə A variantıdır. Baxaq 5-ci suala. Bu adi hesablamadır. Baxın, A-nı verib 10, B 3, C 6 bərabərdir. Demək, A üstəgəl C-ni B-yə böləndə, yəni 6-nı bölüm 3, 2, 10 üstəgəl 2, 12. Bu elədi 12. Sonra B bərabərdir A minus C. 10-dan çıxıram 6-nı. Qaldı burada 4, B-miz oldu. Daha doğrusu 12-dən çıxıram. 12-dən çıxıram 6-nı. Çünki A-nın yeri qiyməti var axı 12-dir. 12-dən çıxıram 6-nı. B-miz oldu 6. B 6-dırsa A plus C, yəni A-mız 12-dir, C-miz 6-dır. 18. Bölürəm 2-yə, cavab 9-dur. C variantı. Alqoritmin icrası nəticəsində C dəyişənin qiymətini müəyyən edin. Baxın uşaqlar. C dəyişəni sadə budaqlanan alqoritmdir. 2 qolu var, gedir, hə, yox qolu var, yox qolu var və bitir. Heç bir dövr yoxdur, yəni sadə budaqlanan alqoritm. A-mız B-dən böyükdür, xeyr. Ona görə yox qoluna gedir. Yəni, bax, bu qoldan istifadə etməyəcəyik. B bərabərdir B minus A. B-dən A-nı çıxanda burada qaldı 2. Qələm niyəsə yaxşı işləmir uşaqlar. Aha. C bərabərdir. A-nı 2-yə bölündü. A-mız nədir? 6. 6-nı 2-yə bölündü 3. B-miz nədir? 2. 3 nədir? 2, 5. Funksiyanın qiymətinin hesablanması alqoritmin növünü tapın. Baxın, kvadratdır. Yəni, heç bir şərtdən falan istifadə etmirik. Xətti alqoritmdir. Alqoritmin xassələrini müəyyən edirik. Hansı xassələr var? 4 dənə. Kütləvilik, müəyyənlik, diskretlik, nəticəvilik. Yəni 2, 3, 5, 6. C variantı. Baxaq növbəti suallara. Demək. Alqoritmin icrası zamanı bir addımın sona çatmasından sonra digərinə keçməsi nə idi? Diskretlik. Yəni bir addım bitir, növbəti addıma keçirik. Diskretlik. Alqoritmin hansı şəkildə təsvir üsulunda həndəsi fiqurlardan istifadə edilir? Baxın, blok sxemdə. Yadınıza saxlayın, blok sxemdə, yəni elə blok sxemlərdən istifadə olunur. Alqoritmin hər bir əməliyyatın dəqiq və bir mənalı müəyyənlik. Bu blok sxem uşaqlar yadınıza saxlayın, başlanğıc və ya sondur. Başlanğıc və ya son. Alqoritmin müəyyən addımlarından sonra axtarılan nəticə alınmışsa, nəticəvilikdir.
Alqoritmin xassəsi deyil, xəttilik. Ümumiyyətlə xəttilik deyil. Xətti alqoritmdə növüdür. Yəni xəttilik xassəsi deyə bir şey yoxdur. Bu həndəsi fiqur uşaqlar daxil etmə və ya xaric etmədir. Yəni hər hansı bir, baxım görüm burada çəkilmişdi. Baxın. Yox, burada yoxdur. Daxil etmə, xaric etmə yoxdur. İndi hansısa bir alqoritmdə baxın deyə burada var. Hər hansısa məsələn A-nı B-ni daxil edirsinizsə, A-ya B-yə qiymət yazıb fərqi yoxdur. Daxil edirsinizsə, bu şərt blokundan istifadə olunur. Alqoritmə ilkin verilənlərin müxtəlif qiymətlərində yararlı olması kütləvilikdir. Yəni hər kəs üçün yararlıdır. Verilmiş həndəsi fiqur alqoritmdə yadınızda saxlayın, əməldir. Biz hesabda deyirik. Hesab fiquru, amma bu əməldir. Burada əməl yazıb, yəni çaşmayın uşaqlar. Aha, davam edək. Sonra düzbucaqlının sahəsinin hesablanması dedik, hansı alqoritmdir? Xətt alqoritmdir. Alqoritmin icrası zamanı şərtdən asılı olaraq bu və ya digər əməliyyatların yerinə yetirilməsi bu alqoritmin hansı növünə aiddir? Dedik, şərtdən asılıdırsa, budaqlanan növünə aiddir. Kvadrat tənliyin köklərinin diskriminantla tapılması alqoritmi. Baxın, kvadrat tənlik budaqlanan köklərdən birindən istifadə edirik. Şərt bloku, romb şərt blokudur. Yadınızda saxlayın. Bu blokları mütləq yadınızda saxlayın. Alqoritmin icrası zamanı müəyyən əməliyyatlar təkrarən bir neçə dəfə yerinə yetirirsə, dövr alqoritmidir. Alqoritmin kompüterdə icrası həyata keçirilir. Kompüterdə proqramlarla həyata keçirilir. Sonra alqoritmi müəyyən edək. Y5-dir, 5-in üstə 1 gəldi, 6, 6-ın üstə 7 gəldi, 13, 13-dən çıxdıq 3, 10, 10-u da vurduq 4-ə, 40. Sadə ardıcıllıq. Alqoritmin icrası sadə addımlardan ibarət olmalıdır. Söhbət hansı alqoritmdən gedir uşaqlar? İcrası sadə addımlardan ibarət olmalıdır. Yəni diskretlik. Hər bir addım ardıcıl gedir. Alqoritmin xassələri. Diskretlik, müəyyənlik, kütləvilik, nəticəvilik. B variantı. 26 B variantı. Alqoritmin blok sxemlə təsvirində istifadə olunan həndəsi fiqur hansıdır? Uşaqlar, blok sxemlə təsvirində istifadə olunan fiqur rombdur. Şərt blokudur. Özdə şərt bloku olaraq istifadə edirik. Davam edək. 30 dənəsinə baxaq bugün. Demək, aşağıdakılardan hansı fiqur alqoritmin blok sxemlə təsvirində istifadə olunmur? Baxın, bu fiqur istifadə olunmur. Yenə deyirəm, başlanğıc və ya son budur. Şərt rombdur. Hesab və yaxud da ki, əməl. Bu da ki, daxil etmə və xaric etmədir. Alqoritmin hər bir bitmiş hərəkəti nə adlanır? Yəni, hər bir bitmiş hərəkəti 29-cu sualda addım adlanır. Addım. Sonra 30-cu suala baxaq. Blok sxem təsvirində, yəni bu blok sxem şəklində təsvir olmuş alqoritmin fraqmentindən sonra. Yəni, yerinə yetirilən dövrlərin, burada uşaqlar, bax, cavab istəmir, dövrlərin sayını istəyir. Görək, I0, J1, daha doğrusu J0, I1, A5. I kiçikdir 4-dən, hə, kiçikdir, gəlirik. Bunu burada yaza bilməyəcəm, növbəti dərsdə kompüterdə yazarım, çünki burada yer çatmayacaq.